hesablanır deyərəm. Buyurabilirsiniz. Tamam. Lütfen. Bizim komiteri bilmeməyimiz çox yox. Evet, bəli. Gəl. Ben bir başa keşif edeceğim. Aldığımız yerden devam edip esas izahı megama çatında dayanacağım. Oradan artık geçip izah edeceğim. Yapılan her şeyden kesin devam edeceğim. Esin sıklıklar geldi galiba. Rita Süleymanova, mikrofon söndürün zahmet olmasın. Ben söndürürüm. Rita Süleymanova. Neredeyse ben söndürürüm. Yani sakince dinleyersiniz. Bal yaranırsa Rita'nın mikrofonu açabilirsiniz. İlhami Həsənova el kaldırıp tesadüfen yoksa sualınız var. Sual varsa buyurun. Dememe sesin normal gelir. Ha, gelir. Elə rəngine bakın. Müəllimə sənsiz zəif gəlir.
Səsin deyil, gəlir səsin. Yenə elədi. Bəlkə o bölgələrdə internet zəifdir. Bizə, mən Sumqayıtdayım, səs əla gəlir. Yəni, ola bilər, bəlkə o müəllimlərin interneti zəifdir. Mobil telefonla qoşulanlar orada mikşerlərini düzəldir, tənzimləyin, dinamiklərini, mikşerlərini düzələcək. Və yaxud çox zəif Mobillə qoşulmamışam, kompüterdir. Öz kompüterinizdə səsi verin, görün, bəlkə özünüzdə səs Vermişəm 100% müəllimə, 100-ə qoymuşam. Hə, 100-dür. yox müəllimə, səsiniz yaxşı gəlir. Ola bilər bəlkə biz tərəfdə zəifdir internet. Ekranı paylaşıram, zəiflik olsa deyərsiniz zəhmət olmasa. İlhamə Həsənova, əl qaldırmışsınız, sualınız var. İlhamə Həsənova. Tamam, mən ekranı paylaşıram. Sürətini görün. Aygün xanım, səsiniz çox zəif gəlir, eşitmək olmur. Bir dəqiqə. Səsim gəlir indi. İndi Gəlir yoxsa gəlmir? bir balaca yaxşıdır mənə, amma yenə də zəiflik var. Tamam. Mikrofonu yan pişkələrin üstdən basın, səs ucaldanla düzəldir. Yox, Amma yəni, biz hamısı danışırıq, o səsləri yaxşı gəlir. Yaxşı, indi mən mobil internetlə qoşuluram. Öz telefonumdan paylaşıram. Məndə səsim gəlir indi normal. Gəlir səsim. Bayaqki kimi yoxsa normal? Bəli, bəli, bizə də gəlir. Normaldır müəllimlər səsim indi. Müəllimə yenə eynidir. Sizin səsiniz Artıq sizdəndir. Eynidir deyənlər artıq sizdəndir. Yəni öz mikşerinizdə, öz internetinizdə necəsə problemi aradan qaldırılacaq. Çünki mən bu dəqiqə limitsiz, çox sürətli internet paketi ilə hazırda daxil olmuşam. Yəni evin interneti deyil, birbaşa mobil internetlə daxil olmuşam, çox sürətli internetlə. Əgər yenə də problem varsa... Eşidirəm, narahat olmayın. Aygün xanım, mən sizin səsinizi yazdım, özünüz götürdüm. Baxın, səsiniz belə gəlir, belə açıq aydın gəlir. Bir dənə baxın, sizə şəxsi yazdım. Söz əladır. Normaldır səsim, əladır. Demək, problem digər yoldaşlardadır. Demək, müəllimlər, biz sizinlə qaldığımız yerdən davam edirik və orada harada ki o suallarla bağlı bir neçə istiqamətdə sual verilib, mən onları praktik şəkildə sizə göstərəcəm və birlikdə siz öz kompüterinizdə onları edərsiniz ki, kompüterlə qoşulmuşsa. Qoşulmayanlar üçün də təkrar həmin videonu qısa o hissəni çəkib atacağım YouTube-a, yenə linki paylaşacağım, rahat baxarsınız. Demək, biz qalmışdıq 17-ci sualda, değil mi? 16-cı sualı cavablandırmışdıq, 17-də qalmışdıq. Orada da belə bir simulyativ hissə var. Deyir, Revive adlı tapşırıq yaradın və Q+1-ə təyin edin. Orada da Revive adlı deyil, tutarım ki, nə bilim, başqa bir addır. Nə bilim, Corporation'da tutalım deyək ki, tapşırığın adı. Fərqli bir ad ola bilər.
Ama yine de eyni oxşar bir tapşırıqdır. Orada da deyir ki, plan tapşırığı yaradın və plan bir yerə təqdim edin. Tapşırıq yaradın deyirsə, tapşırıqları biz hardan yaradıq? Ümumiyyətlə, tapşırıq adı eşidən kimi biz nə axtarmalıyıq? Hansı sözdür? Ay, sağ ol. Biz task və yaxud tasks tapşırıqlar və yaxud tapşırıq. S varsa cəm halında tasks, tək eləcə 4 hərfdən ibarət taskdırsa, yenə də tapşırıqdır. Tapşırıq, tapşırıqlar. Burada yaxşı, baxın görək. Deyir, Revive adlı tapşırıq yaradın və Qöblən birə təyin edin. Haradadır burada o zaman bizim birinci daxil olacağımız hissə? Hara daxil olur birinci? Taskın yanındaki pilsa. Taskdan Taskın özündə. Taskda. Bura. Taskı vurduk. Taskı vuranda nə açıldı? Baxın. Bax, burada bəzən müəllimlər belə vurur, deyir, ay müəllim, ekrana işinə gəlmədi, ax, burada işin yox. Bax, bu lifti, görürsünüz, aşağı yuxarı sürüşdürmək gərəkir. Gördünüz müəllim. Bu aşağı düşdündə, səs qırılır. Səs qırılır. Deyir, Revive adlı tapşırıq yaradın və Qöblən birə təyin edin. Sonra nə etməliyik? Revive adlı. Əgər, baxın, Enter Task deyil, tapşırığın adı. Tapşırığın adını yerləşdirdik. O zaman nə edirik? Bura tıklayırıq. Tıkladıqda Revive gəldi. Gördük, düşdü bura. Tapşırığın adı hissəsinə düşdü. Hara deyirdi təyin edin? Baxın suala. Deyirdi, Qöblən 1-ə, 1. Qöblən 1, ora təyin edin. Qöblən 1-ı harada görürük? Baxın, altda. Burada aşağıda. Biz bunun üzərində bir dəfə də tık vurmalıyıq ki, bu qalxsın bura. Type a name, o email adresi. Yəni, kimə təyin edirik? Bunun üzərində vurduq, gördük, düşdü bura. Adamın qarşısına. Sonra nə etməliyik? Sonra da burada add task vururuq. Yaşılıq oldu. Ondan sonra cavablandırırıq. Bununla bağlı orada bir neçə tapşırıq var. Bir neçə tapşırıq var. Bir də onu da göstərəcəm. Bu hissəni bitirək. Revive tapşırığını silin. İndi hara gedirik? Baxın, artıq Revive tapşırığı ekrandadır. Revive tapşırığını silmək üçün nəyin üzərinə toxunmalıyıq sizcə? Ay, mənim ekranına dəydi, getdi bura. Hansı hissəyə toxunmalıyıq? Dairənin içində. Ay, dairənin içərisinə, boş dairəyə vurduqda, boş dairəyə vurduqda, bu tapşırıq silinməsi deməkdir. Aa, bu da getdi. Düzgün getmədi. Gəl, mən o realda sizə göstərim. Məndə orada 3 nöqtəni basanda delete sözü gəlirdi. Bir dəqiqə, mən sizə göstərəcəm burada realda. Mən bir daha xahiş edeyim ki, dəqiq bilməyən adam deməsin də. Biz 3 nöqtəni bilirdik. Dairəni deyəndə mən bizə qarışdırırıq. Dəqiq bilməyən adam suala cavab verməsin. Səs gəlir məndən. Bəli, gəlir. Hələ bəli.
3.5-ci şaşırtıdır. Bax. O heç vaxt elə ola bilməz. 3.5-ci səslə əsasən 3.5 amma burada bitmir. 1.5 idi, orada səhv düşür. Burada avtomobilin yerdəşməsi, burada avtomobil yerdəşməsi var. Yəni, Müəllim, səsiniz qrupa gəlir. Xeyr, müəllimlər. Məndə problem var, eşitmirəm, yoxsa təlimçi danışmır hələ. axşamınız xeyir, təlimçi danışmır. Təşəkkür edirəm, sağ ol. Bəli. Normalda hər şey. Əladır. O zaman da tabii ki. Demək, mən sizə real burada bunları göstərəcəm. Bir dəfə göstərəcəm, sonra deyəcəm sizlər də yəni statistikanda paylaşmağa şərait yaradan istiqamət verək, birlikdə edək. Demək, sizlər planner keçmişdiniz, TUDU keçmişdiniz dərs zamanı, təlim zamanı və orada belə bir deyək ki, tapşırıqlar yaradırdınız. O tapşırıqları yaradarkən, məsələn, tutal ki, burada tapşırığın adını yazırdınız, burada deyək ki, belə bir deyək ki, tapşırıqların demək ki, kimlər tapşırıqlar kimə həvalə olunubdur və s. onu qeyd edir. Burada da bizim təlimlər zamanı yaratdığımız belə deyək də, yalancı tapşırıqlardır. Yəni, nümunə üçün yaratdıqlarımızdır. Məsələn, tutalım ki, fizika həyatdır. Belə bir gecə keçiriləcək, bununla bağlı bir tapşırıq yaradılıb. Və burada, bax, sizə burada elə suallar var, yoxdur, amma əsas imtihanda onlar var. Görürsünüz dairəni. Tapşırığı sil məsələsi var. Burada 3 nöqtə də var. Burada udalet düyməsində vuranda tapşırıq silinəcək. Və tapşırığı sildik. Gördünüz, bayaqlar burada fizika gecəsidir, müstəqillikdir. Sonra tapşırığın tamamlanması məsələsinə gəldikdə, tapşırığın tamamlanması məsələsində, bax, burada artıq o da qeyd. Niyə? Çünki sizə orada belə bir sual da gələcək. Deyəcək, tapşırığın tamamlanması və yaxud davam edir kimi işarələr. Tapşırıq tamamlanır kimi işarələr, davam edir kimi işarələr. O zaman da nə edirik? O zaman əgər deyirsə tapşırığı tamamlandı kimi işarələr, onda dairənin içərisinə vuracaq. Baxın burada.
Müstəqillik günü sözünü görürsünüz. Bax, burada vuranda gördünüz silindi. İndi başqası gəldi layihə. 2 dəqiqə bu niyə getmədi? Tekrar. Hə, bir neçə dənə yaradı müəllimlər o səbəbdən. Sonra həmçinin orada deməli onunla bağlı nə vardı? Hə, bir də tapşırığı vacib olaraq qeyd et. Vacib olaraq qeyd et məsələsi var. İndi onu da göstərəcəm. Deməli, tapşırığın əgər deyirsə ki, tapşırığı vacib olaraq qeyd et. Baxın, burada nida işarəsi görürsünüz qırmızı. Görsənir ekran paylaşımında. Nidaları görürsünüz. Bax, burada nida. Burada nida. Qırmızı nidalar istəyirlər. Tapşırığı vacib olaraq göstərir. Sonra burada baxın, görürsünüz dairənin içərisi doludur. Öyrəntisi və içərisində qarışqa var. Bax, burada da dairələrin içərisi doludur. Görürsünüz, bu dairələrin içərisi doludur. Bu tamamlanmış deməkdir və görürsünüz, üstündən xətt çəkilir. Baxın, burada ortadakılar 2 dənəsi yarım dairədir. Dairənin yarısı mavidir, yarısı ağdır. Özünüz də ekranınızda böyüdür. Əgər tam rahat görünmürsə, ekranınızda da böyüdüb baxa bilərsiniz. Biraz da nəyə böyütməyə çalışacağım ki, bax, gözünüzün qarşısına gətirin. Ekranı görürsünüz. Bax, yarım dairəni görürsünüz burada, mavi rəngdə. Yarısı, deyək ki, ağdır, yarısı göydür. Bu demək ki, tapşırıq hələ davam edir. Tamamlandı dediyimizdə üzərinə vururuq tamamlandı. Dümağ olanda isə hələ başlamayıbdır. Yəni, layihədimi, tədbirdimi, nədirsə hələ başlamayıbsa ağ dairədir. Hazırda başlayıb və davam edirsə yarısı rəngli, yarısı boşdur. Bitibsə içi tam doludur. Aydındır. Və sizə orada deyəcək ki, tapşırığı vacib olaraq işarələ və yaxud da davam edir kimi göstər. O zaman nə edəcəksiniz? O zaman tapşırığın demək, ekranda olan bu tapşırıq lövhəsinin, task lövhəsinin hazır gələcək. Sadəcə boş bir hissəsində vuracaqsınız. Boş bir hissəsində vuranda, baxın, belə bir səhifə açılacaq qarşınızda. Gördünüz? Orada da belədir. Simulativdə də belə tapşırıq səhifəsi açılacaq qarşınızda. Açılan bu səhifədə amma boş yerində, yəni heç bir işarə olmayan bir də göstərirəm. Yəni burada işarələr yerində vursanız, sizin bayaq mən burada o kimi gedəcək şans. Sil dedikdə 3 nöqtədə vuracaq deyilir. Düyməsini basıb siləcəyik. Əgər deyirsə ki, tapşırığı tamamlandı kimi işarəliyiz, dairənin içərisinə vuracaq. Tamamlandı. Əgər desə ki, tapşırığı vacib olaraq göstər. Məhz bu sual var orada, vacib olaraq göstər. Baxın, mən harada vururam, görürsünüz, əl işarəsini mansur görürsünüz mən. Bax, boş yerdir. Burada heç bir işarə yox. Boş bir hissəsində bir dəfə tık vururam, bir dəfə, 2 dəfə yox. Sonra burada belə bir yer olacaq. Belə bir yer olacaq. Buranı açırsınız, oxunu, kreativ yazılan hissədə. Bax, burada 3 sütun var, sizdə də belədir. Segmentlər, hotline, yəni gedişatı göstərən hissə. Bir də prioritet, yəni nə qədər bu güclüdür, vacibdir, orta səviyyəli tapşırıq və s. Yəni çox vacibdir. İştirak etmək və yaxud da bunu tamamlamaq və yaxud da o buradadır, 3-cüdən. Bu hissəni boş yerdə açdınız, bax burada görəcəksiniz, vaciblə işarəsi var. Vacib, nida. Nida olan üzərində vacibdir kimi, orada sual bilgilədir, vacibdir kimi işarələr. Üzərində vurursunuz bunu, vaciblə. Sonra düşəcək artıq oradakı hissəyə. Sonra, əgər desə ki, belə bir sual da var, deyəcək ki, hələ davam edir kimi göstər. O zaman burada daxil olursunuz, yenə boş tərəfdə vurursunuz. Bu dairənin oxunu açırsınız. Başlamayıb deyirsə, bütöv dairəni. Davam edir deyirsə, yarım dairəni. Bitti desələr, bitti olsuz da orada bittiyə ehtiyac yoxdur, bura keçirilməyə. Bitti deyəndə elə buradan birbaşa orada dairənin içərisindən vuranda da avtomatik getmiş olur. Sonra burada bununla bağlı sual yoxdur, bu tərəflərlə bağlı. İndi gəlin bir daha yoxlayaq. Deməli, orada qarşımıza belə bir sual çıxır ki, bu tapşırığı vacib kimi işarələ. O zaman neyini edirik? Yəni, mən bu vacibdən çıxardım.
Sadəcə orta. Yəni, belə bir tapşırıq var. Deyir ki, aşağıdakı tapşırığı vacib olaraq işarələ. O zaman nə edirik? Vacib kimi işarələ. Boşluq bir Təsmin boşluq bir hissəsində. Boş yerə. boş yerə, heç bir işarə olmayan yerinə, amma bu dörd bucağın içərisində, onun kənarlarında da boş yerlər olacaq, burada deyil. Bu dörd bucağın, tapşırıq dörd bucağının ağ bir, boş bir hissəsində. Özünüz üçün istəyirsiniz orada qeyd edin, nidanı göstərin, vacib kimi işarələ, imtahan suallarını deyirəm, qeyd edin. Vacib kimi işarələ, nida yəni götürməlisiniz. Vacib kimi nidanı götürəcək. O zaman boş yerdə vurdu. Açılan pəncərədə üçüncü sütun. Baxın, 1, 2, üçüncü sütun. Bax, burada nida görünmür, görürsünüz? Görünmür. Üçüncü sütunun elə birinci oxunu açırsınız. Baxın, nidanı götürürsünüz. Orada vajna yazılmayacaqsa, nidanı görsəniz İngiltərdə, İngilis dilində, Alman dilində, Yapon dilində birin fərqi yoxdur. Nidanı götürdük və salam. Aydındır, nidanı artıq üzərində vuranda yaşıl oxuyanacaq, təsdiqləyirsiniz, keçid edirsiniz. Sonra, orada bir dənə də belə bir sual. Demək, bax, bu hissə ilə bağlı sizdə orada səhv etmirəmsə 2 ya da 4 dənə sual var. Biri budur. Deyir ki, tapşırığı davam edir kimi göstər. Yenə də, davam edir kimi göstərirəmsə, hara daxil oluram? Yenidən boşluqda vurur. Tapşırığın İkinci öz sütundan birinci. Tapşırığın öz boşluğunda vururam. Burada açılan yerdə, açılan hissədə oxu açıram. Dairəni görürsünüzsə dairələr olan yerdə açdınız. Davam edir kimi hansını götürürəm? Boş, dolu, yarım. Yarım. Yarımı vurdum və salam. Yaşıl oxuyanacaq. Sonra da təsdiqləyib davam edirsiniz. Burayla bağlı neçə sual dedim indi mən? Əsas imtahan suallarına var. Biri budur, biri budur. Sonra bir dənə də sual var. İkisini dedim mi sizə? Dedim mi ikisini? Bir dənə də belə bir sual var. Demək, təkrarlanmaqla bağlı. Don digər kalendarda göstərəcəm mən sizə. O burada deyil. Amma yenə də bununla bağlı da düşsə, təkrarlanmaq, nifaktoriyacı. Bax, bu ox var ha. Bax, bu oxu harada görsəniz, bir dəqiqə. Bax, bu ox var ha. Sanki fırlanan oxlar da ağız-ağıza, bir-birinin ardınca elə bir qaçırlar, bir-birini qovan oxlar kimi görürsünüz. Sanki dairəvi şəkildə oxlar. Biraz da böyüdürəm ekranı. Bu oxları görürsünüz. Bax, bu oxlar. Sanki bir-birinin başına fırlananlar oxlar, görürsünüz. Bax, bu oxlar təkrarlanma deməkdir. Haradasa sizdən soruşursa ki, bu deyək ki, tədbirimi, bu cədvəlimi, bu dərsimi, bu görüşümü təkrarlanaraq işarət və bu oxlar axtaracaqsınız. Və buradan açanda, burada görürsünüz nifaktoriyacıda, seçim buradadır, yəni təkrarlanmır. Orada gündəlik, ondan sonra həftəlik və s. Həftəlik məsələsi vektiri, W ilə EQ-dır, aylıq montdur, günlük dey sözünü görəcəksiniz. İllik bir də orada səhv etmirəmsə var. İllik də nə idi? İl İngilis dilində. Unuttum. Nəysə, biri də illikdir. Yəni mən Hə, bəli. Deməli, bunlardan hansını sizdən istəyirsə onu götürəcəksiniz. Sonra demək, başqa orada nə var? Hə, bir də başlama və bitmə vaxtları var orada. Belə bir şey var ki, tapşırığın başlama və bitmə vaxtını bu tarixlərə təyin edin. Baxın, başlama, data, načala, bax burada. Burada elə siz deyəndə ki, başlama vaxtını filan tarixə təyin edilir. Burada üzərində vuranda kalendarın öz avtomatik bura düşürsə, bitməyəmsə orada 21 yanvar idi, dekabr idi, nəsə belə bir tarix vardı. Deyək ki, götürdük, yazdım. Gördüğünüz üzərində vuran kimi düşdü bura avtomatik, əllə heç nə yazmır. Və tutalım ki, bu bitmə tarihi. Tutalım, bitmə tarihində 27-si götürdük, düşdü bura. Gördünüz,
başlama və bitmə vaxtını plan tarixinə dəyiş dedikdə də buradan da dəyişə bilirsiniz. Həmçinin digər bir hissədə də bu başlama bitmə vaxtı var. O da hansındadır? İndi onu da göstərəcəm. O kalendarda təqvim hissəsindədir. Bu hissədən kimsə özü kompüterlə daxil olub edə bildi mi və yaxud istiqamət verim hansı hissədədir? Özünüz çoxlu yoxlayın bu hissəni. Tapşırığı silmək üçün task deyirsən, task. Delete task deyirsən, tapşırığı silmək üçün. Hardan silirik? Hardan siləcəyik? Tapşırıq panelinə yaxınlaşanda 3 nöqtə aktiv olur. 3 nöqtənin üzərində vururuq. Bu dalet zibil qutusunu delete görəcəksiniz. Orada yox, delete yazır. Zibil qutusunu görən kimi onun üzərində bir dəfə tıklayırsınız. Vəssalam, sizdə indi məndə realdır deyil, silir. Sizdə yaşıl ox olacaqdır və yaşıl oxun üzərində vuracaqsınız. Yaşıl oxu görəndən sonra təsdiqi vuracaqsınız, təsdiqlənəcək həmin sualınız. Yaxşı, bizə deyir ki, tapşırığı vacib kimi işarələ. Deyirik. Boşluqda vururuq. Aha. Burada. Yine burada kreatif. Burada İngiliz dilində fərqli bir şey gələcək sizdə. Görə burada dəyişə bilirəmsə, mən sizə İngiliz Öz yaddaşına yadınızda saxlaya bilər. Rusla qaçdı. Yox, İngiliz dilini mən sizə qoymaq istəyirəm də ona görə. Evet. Hə, prioritet İngiliz dilində də deyəsən, yoxsa? Hə, prioritet. Deməli, segment var, progress var, eyni ilə orada da belə. Segment, progress, prioritet. Prioritetdirsə, demək, progressdə nəyə diqqət edirik? Progress nəyə göstərir? Bu, progress ilə bizdə də var da, progress, düzdür, progress. İşin gedişatı davam edib, bitib, yoxsa hələ başlamayıb? Başlamayıbdırsa hansıdır? Boş dairə. Boş dairə. Davam edir, Yarım dairə. bitib, Yarım dairə. tamamlandı. dairə. Tamamlandı dediyinizdə yumru dairənin içərisinə vurursunuz. Boş dairə olacaq orada. Tamamlandı kimi işarələ deyirsə, boş dairənin üzərində vuranda zaten orada gedib tamamlandı kimi hərəkəti qarşısına çıxır. Demək, baxın, not started yazın yumru dairəsinə. Demək, progress buradan siz orada belə bir şansınız olmayacaq. Ay, yadımdan çıxdı. Bir dənə bu parçam altına baxın. Bir dənə bunu, bir dənə də bunu. Bir dəfə elə vurdunuz, yanlış vurdunuzsa sizdən artıq bir şans getdi. İkinciyə bir də icazə var. Üçüncüyə icazə yoxdur. Bu tip suallarda. Yaxşımı? Ona görə bilirik ki, progress deyil. İstəyirsə özünüzdə dəftərinizdə qeyd edin. Balaca konspektlər yazın da özünüz üçün gözünüzün qarşısında olsun. Tez-tez baxın imtahana qədər. Demək, başlamayıb, davam edir, bitdi. Özünüz üçün bax orada bu dairələri, işarələri də çəkin. Boş hissə, addımları yazın deyirəm. Boş hissə, tapşırıqda, boş hissədə vururuq. Açılan pəncərədə, ortada progressin oxunu açırıq. Boş dairə başlamayır. Yarım dairə hazırda davam edir. Dolu dairə bitib. Təkrar deyim. Müəllimə, boş dairə hələ başlamayıb. Yarım dairə proqram davam edir. Dolu dairə bitir. Elə ki, bax, biz 2 həftəlik layihə götürmüş, elə uşaqlarımız var. Bu 2 həftəlik layihədə hələ layihə davam edir. Əliyə bir görəv vermişsiniz, Laliyə bir görəv, Nərgizə bir başqa görəv vermişsiniz. Nə bilim, digər cütlüklərə, dörtlüklərə, üçlüklərə, başqa görəvlər vermişsiniz. Və tapşırıqlar həm siz izləyirsiniz, həm şagirdlər. Burada artıq prosesi izləyənlər, hər kəs görür, proses hələ davam edir. Layihə 2 həftə tamamlandı, bitdikdən sonra artıq siz burada sonlandırırsınız layihəni. Aydındır, komplekt bit vuranda artıq bu layihə tamamlanmış olur.
Və sizin bazada kimsə o layihəyə qoşulmaq istəyəndə baxır ki, artıq bu layihə bitib. Gecikib siz danışın bu layihəyə qoşulmaq istəyirsiniz. Və yaxud da yəni necəsə davam edirsə müraciət edə bilər. Aydındır. Bir də deyim, yaza bilməyənlər oldu, deyim təkrar. Deyim müəllimə. Demək, Linki atacaqsınız. tapşırıqlarla yəni Linki atacaqsınız bunu link. ataram. Bunu ayrıca izah edib atacağım. Ha, onun yukarıdaki mi? Demək, Yukarıdaki. tapşırıqlarla bağlı. Ay, Tapşırıqlarla bağlı. danışın. Yaxşı o zaman buna zaman itirməyək. Mən bu hissənin kiçicik videosunu da götürüb ataram sizə bu axşam. Bayaqki Dərslikdən sonra. dili düzəltdiyiniz. Demək, gəldik digər tərəfə. Yenə də sizə bir sualınız da ondan ibarətdir ki, tapşırığı demək, Bir də səs işarəsi var. deyək tapşırığı vacib kimi işarələ. Deyirik, Vururuq. Sonra oradan oxu. boşluğa vurdum. Aha, Gəldik üçüncüyə. Üçüncü adım. diğer kişi gəlirəm. Aha, üç bucaq deyil, bu quş dindiyinə oxşur, qorxdu, üzə vurdum. Oradan da nida işarəsi. Bəli, Nidaya vuracaq. bax, eyni ilə belədir orada da, İngilis dilində, important. Vurdunuz, nida. Elə oxumağa ehtiyac yoxdur, görən bu söz idi, o söz idi. Vacibdir ki, işarələ deyirsə, nidanı götürürsünüz və salam. Yaşıl ox yanacaqdır, tətbiq edirsiniz sualınızı cavab. Yaxşı, bax, orada bir sual budur. Davam edir kim işarələ, açırsınız burada in progress. Qeyd edirsiniz, vacib kim işarələyirsiniz. Sonra bir sual orada tapşırığın vaxtının dəyişilməsidir. Plan tarixini qeyd edin. Burada kalendardan üzərinə vuran kimi avtomatik düşəcəkdir bura. Başlama və bitmə vaxtını bu şəkildə dəyişdir. Qeyd edirsiniz və yaşıl ox olacaq, təsdiqləyirsiniz. Sonra Basın gör, aç basmıyorsunuz. Basın tapşırıqlarla bağlı bu hissəni dinləyin. Digər ufak bir tapşırıqlar orada çıxanda deyəcəm onu da sizə. Burada nə deyirdi? Deyir, orada kofe tapşırığının statusunu tamamlandı. Komplektli kimi dəyişin. Tamamlandı kimi dəyişin deyirsə, dinləməliyəm mən. Tapşırığa buradan təkrar girməyin. Aşağı yuxarı bir belə sürüşdürün. Bax, tapşırığın özü var. Orada kofe tapşırığın adı var. Hansı komandaya təyin olun, o da var. Və burada bircə dənə tıkladım. Ayrıca vasıtasında bu. Bəli, bir dəfə tık vurdum, gördünüz yaşlılıq vurdu və cavablandırdım. Sonra ali mətn mesajlaşması nədir? Bəli, sinxrondur. Çünki asinxron ali mətn mesajlaşması deyil. Asinxron odur ki, mən mesajı göndərmişəm. Kimsə orada nə vaxt istəsə, o vaxt açıb baxacaq. Bəlkə bir gün, 5 gün sonra baxacaq. Bəli deyil. Bu asinxrondur. Tapşırıq idarə etmə aləti bu da deyil. Video konferans vasitəsi bu da deyil. Bizdən soruşulan sual nə idi? Deyil, ani mətn mesajlaşması, ani mətn mesajlaşması sinxrondur. Yəni bu dəqiqə davam edir. Ani. Ben buradan attım, o bizler de orada görür. Hal-hazırda hiçbir problem görünmüyor. Cavablandırdık. Sonra növbətdə nə deyir? Deyir, Betty Jones və Chris Baker ilə söhbətə başlayın. Və hello, have you heard about the new project mesajını göndər. Siz nə danışırsınız? Betty Jones və Chris Baker ilə söhbətə başlamalıyam. İlk öncə mən hara müraciət etməliyəm? Hansı sitəyə? Bəli. Burada görürsünüz, çat bilməsiz. Yani kalan her şey iyi gördüm. Her şey yerindedir. Açık tutamazsın. Nədir? Təksmeşdir. Yani danışın yok. Chat sözünün üzərində vururam. Chat sözünün üzərində vurduqda belə bir səhifə açıldı. İndi nə etməliyəm? Onun üzərinə vurur. Yeni söz. Səhifənin içinə vururum. Burada baxın to, kimə, enter name, email group, hotel. Kimi taq edəcəksiniz? Hansı qrup və ad varsa, hansı mail bizə ora. Bizə də 2 nəfər istəyir. Betty Jones və Chris Baker. Bir dəfə tık vurdum. Betty Jones düşdü. Betty Jones'dan vurmuram. Bir də onu bir də sıra sağına bir də vururam.
Üst-üstə vurmursunuz ha, səhv qeydə. Gördünüz 2 ad gəldi. Bəzən elə bir dəfə tık vururlar, qeyd edirlər. Burada bizdən 2 nəfər istəyir. Betty Jones və Chris Baker. İkisi də gəldikdən sonra nə deyirdi bizə? Deyirdi ki, söhbətə başlayın, onlara hello, have you heard about the new project mesajını göndərin. Adı vuran kimi getməyin. Düşürük aşağı. Aşağıda mesaj yeri baxın. WhatsApp'da gündə milyon dəfə mesaj yazırsınız. Bax, type a new mesaj. Vurdunuz burada, bu hissədə. Gördünüz, söz özü düşdü. Hello, have you heard about the new project? Bundan sonra da burada bu ox var, göndər oxunun üzərində vurursunuz. Yaşıl ox alandan sonra answer. Bura qədər gəlib göndər düyməsini vurmayanda bu sualın cavabını sizdən səhv götürəcək. Aydındır. Sonra bir dənə də belə bir sual var. Elə yeri gəlmişkən onu da qeyd edeyim. Orada deyir ki, filan mesaja filan faylı əlavə et. Faylı əlavə et. Faylı necə əlavə edirsin? Həmişə hansı işarə edən İkinci müəllimə, üçüncü. Aysa o nə işarə? Sancaq. Sancaq işarəsi taşalım. Hamını tanıyırsınız. Düzdür. Bax, gəlin onu mən realda burada göstərim sizə. Məsələn, tapalım ki, chat bölməsini vurdum. Chat bölməsini vurdum. Və buradan bu vərəq qələmini vurdum. Yeni chat yaratmaq üçün. Yeri gəlmişkən orada sizdə də bir dənəsi də boş olacaq. Yeni chat yarat deyirsə, burada vərəq qələmini vurursunuz. Kimə? Misal üçün, hazıram, Səbinə müəlliməyə deyir ki. Səbinə Rəsulova. Yazdım bura. Və burada da gəldim. Bu hissədir. Mesajımı qeyd etdim. Değil mi? Mesajı yazdım. İndi orada vuracaqsınız, hazır gəl. Və burada indi burada sancaq işarəsi bu açıqda deyil. Siz də orada yaxşı ki göz önündədir. Burada plusdadır bizim sancağımız. Plusun üzərində vuranda sancaq gəlir buradan. Baxın, repeat file. Sancaq işarəsini vurursunuz. Açılan pəncərədən, sizdə orada pəncərə açılacaqdır. Açılan pəncərənin içərisindən hər hansısa bir Word sənədi səhv etməsə, həmin Word sənədi üzərində tıklayacaqsınız, düşəcək ora. Sonra da göndər düyməsini. Yenə də ən sonda göndər. Bu qaranquş ox işarəsini. Alaca vaxtı yəqin ki, sizlər də kağızlardan o qədər məktəbdə oxuyanda aşağı siniflərdə quş düzəldib uçurmuşuq ki, düzdürmü? Bax, ona oxşar işarəni göndər düyməsini sıxırsınız və salam. Ondan sonra artıq təsdiqlənmiş olur. Yəni ondan sonra təsdiqləyirsiniz sualınızı. Bunu unutmayın. Göndər düyməsini. Sual verərkən bunu etməməliyik. Başlığı nə olur? Demək, oradakı bir sualınız budur. Sadəcə burada Betty Jones, Chris Baker deyir onlara mesaj göndər. Amma orada tutan deyəcək Aygün və Səbinəyə mesaj göndər. Misal üçün başqa olacaq. Yenə də onları burada tıklayırsınız. Neçə ad deyirsə o qədər tıklayırsınız. Sonra deyir ki mesaj göndər. Sonra düşdünüz aşağı. Filan sözü yaz deyirsə, mesajın üzərinə vuranda mesaj özü düşəcək. Burada göndər düyməsini vurursunuz. Ondan sonra da bir dənə də ayrı bir sual var. Orada deyir ki, filan kəslə mesaja filan faylı əlavə et. O zaman hazır mesajdır, görəcəksiniz. Mesajdır. Burada adlar var, artıq burada yazışmalarını da görəcəksiniz. Yazışmaları var. Siz sadəcə fayl əlavə edəcək. Deyəcək filan söhbətə, misal üçün Chris Baker ilə, nə bilim, Natalinin söhbətinə filan faylı əlavə edin. Orada sancağın üzərində vuracaqsınız, fayllar bölməsi açılacaq, faylın adı var orada. Misal üçün deyirsə ki, əgər project faylına əlavə edin, orada edirsiniz, project görün faylın hansının adındadır. 2 dənə, 3 dənə fayl görəcəksiniz orada. Sizdən hansı adda fayl istəyirsə onun üzərində vurun. Nə gəldi vurmayın. Yaxşı, vurursunuz onun üzərində, sonra görəcəksiniz, düşdü bura fayl. Fayl bura düşəndən sonra oxu vurursunuz, göndər düyməsi qeydir. Eləsi də var ki, elə faylın üzərində vurursunuz, artıq oradan o yanasını davam istəmir bizdən. Elə ondan da təsdiqi götürün. Yəni ondan sonra addımlar gəlir. Amma faylı vurdunuz, fayl düşdü və sonra göndər oxu da varsa, göndər oxuna vurursunuz. Aydındır. Sonra new project sənədinin aktiv söhbətə mesaj kimi əlavə edin və göndərin.
Bax, burada da var. Görürsünüz, New Project sənədini aktiv söhbətə, mesaj kimi əlavə edin. Bax, burada artıq Betty Gülsünə Chris Baker danışır. Baxın, yazıb burada. Hello, have you heard about the new project? Nə bilim, o da nəsə deyək yazır. Hə, yazır. Here is some information. Bizə nə deyir? Deyir ki, New Project sənədini aktiv söhbətə mesaj kimi əlavə edin. Aktiv söhbət var da, gedib burada chatı vurmayın. Yaxşı, chat da var burada. Betty Jones, Chris Baker də var. Burada onların yazışması da görürsünüz. Bax, burada da var yazışması və altda da cavabı var. Aktiv söhbətə demək nə əlavə edir? New Project sənədini. Sancağı vurdu. Gördünüz, fayllar açıldı. Baxın, 3 dənə fayl var. Hansını vurmalıyam mən? Let's, New Project, Project Plan. Hansını vururam? New Project istəyir məndə. New Project qrupu. New Project plandan sonra Open düyməsini vurdu. Görürsünüz, düşdü bura. Bax, Open vuran kimi düşdü bura. Şimdi bayaq yadımdan çıxırdı, Open demədim. Ondan sonra göndər düyməsini sıxa bilərsiniz. Yaxşı, orada fayl açılan kimi New Project'in tıp üzərində vurub təkrar təsdiq eləməyin sualınızı. O zaman düz olmayacaq. Open'ı vurun ki, açılsın, düşsün bura. Bax, gördünüz, New Project düşdü, aktiv söhbətə mesaj kimi düşdü. Sonra answer cavablandır. Saxladığınız söhbət mesajına baxın. Harada saxlayırdım mən söhbəti? Harada saxlayırdım? Saxlanmış söhbətlər haradaydı? Bu sual mən soracağım. Profil şəklinin üzərində vurduğu açılan hissədə hansıdır? Save. Bax, yüzün aşağı bayraq. Save. Yaşıl ok və salam. İndi burada nə edirəm? Təsdiqləyəcəm. Bir də orada bir dənə belə bir sual var. Saxlanan mesajlar. Bu vəsaitdə kitabda var. İndi mən onu tapıb sizə göstərəcəm. Bir də elə bir sual var orada. Save-lə bağlı. Burada yoxdur olar. Amma mən o sualı tapıb indi sizə kitabdan, əsas kitabdan göstərəcəm. Və sonra answer düyməsini vururum. Adətən istifadə olunan görüş alətidir. Planner, Outlook, FaceTime, Zoom. Zoom'dur. Bəli, Zoom'u götürdük. Betty Jones ilə ani video görüşə başlayın. Ani video görüşə hardan başlayırdıq? Betty Jones'un adı burada var. Kamera. Bəli, baxın burada kamera işarəsi bir dəfə tık vururuq və salam. Hələ bununla da təsdiqləyirik. Hə, bir də bax bunu deyirdim kalendarda. Mən bunu sizə burada biraz başqadır. Mən əsas göstərəcəm sizə orada necə düşür. Onlar hər iki hissəsini ikisini ayrı-ayrılıqla çəkib atacağım. Ya ikisi bir videoda çəkib atacağım. Deməli, bir də bununla bağlı kalendar tədbirlə əlaqədar bulanda nə var? Həm bununla bağlı 3-4 dənə sual var. Həm bunun paylaşımı var. Həm sənədin, demək, əgər şeyə deyirsən, hansını buluram? Bununla bağlı bir sual belədir ki, aylığa dəş, gününü aylığa dəş və yaxud ayı günə dəş. Bax, burada day yazılan yerdə. Day, month və yaxud week nə yazılırsa. Buradan açıb, buradan bunu açırsınız və ona uyğun dəyişirsiniz. İstənilən tələb uyğun. Bizdə nəsil project meeting görüşünün hər ayın ilk bazar ertəsi günü təkrarlanan olaraq təyin edin, dəyişikliyi saxlayın. Eynən bu tip sual var orada. Eynən bu tip sualdır. Amma bu tip sualdır, bu deyil. Deyəcəm, deyəcəm. Project meeting görüşünün hər ayın ilk bazar ertəsi günü təkrarlanan olaraq təyin edin. Demək, gəlirik bura. Project meetingin üzərində vururuq. Deməli, bizdən bəzən olacaq orada deyir ki, project meeting görüşünü silin. Üzərində yenə tık vurursunuz. Silin deyirsə, delete vuracaqsınız. Delete vurandan sonra bir dənə söz gələcək. Qırmızı təsdiq eləmək üçün. Bir də onu vuracaqsınız, sonra təsdiqləyirsiniz. Əgər dəyişiklik edin, vaxt əlavə edin, vaxtı dəyişin və s. deyirsə, o zaman nəyə vururum? Karandaş edin. Mən zəliş edəcəm. Silmirəm. Düzdür? Editi vururum. Editi vurduqda belə bir səhifə açılacaq. Açılan bu səhifədə nəyə diqqət edirik? Deməli, mən öz qrupumda da həmişə bunu deyirdim. Burada saat məsələsi var. Əgər vaxtı, saatı dəyişirsinizsə, bu adi saatdır. Tarix və saatı dəyişirsinizsə, baxın, yuxarıda mouse'la mən fırlada götürərəm. Yumru dairənin içərisində saat. Burada da yumru dairənin içərisində. Amma bu qulaqlı saatdır. Qulaqlı saat görürsünüzsə, mənə xatırlat deməkdir. Orada bununla bağlı 2 sual var. Xatırlat mənə. Remind me. Mənə xatırlat. Qulaqlı saat işarəsini axtarırsınız. Mənə xatırlat deyirsə, qulaqlı saat işarəsini axtarırsınız. Tarixi zamanı dəyişdirsə, qulaqsız
sayıcan yumru dairə sal. Yaxşı, bax bu işarələrdə yadda sal. Sonra bayaq da orada gördünüz, repeat, təkrarlanan. Necə oxlar axtarıq? Təkrarlanan görüş deyil, isə dairəvi oxlar axtarın. Demək, onun içərisindədir təkrarlanan. İndi gəlin bir də baxaq, nə deyirdi bizə? Project meeting görüşünü hər ayın ilk bazar ertəsi günü təkrarlanan olaraq təyin edin və dəyişikliyi deyil, yadda saxlayın. Hər ayın ilk bazar ertəsi. Deməli, biz hara daxil olmalıyıq? Hər ayın ilk bazar ertəsi günü təkrarlanan hara daxil olmalıyıq? Fırlanan oxa. Nə üçün fırlanan? Bəli, çünki təkrarlanan. Mən deyir, neynə? Təkrarlar necələr? Hər ayın ilk bazar. Hər ayın. Nə seçməliyəm? Hər ay. İlk bazar ertəsi özü seçilir. Görürsünüz, on the first Monday. Özü seçilir. Demək, hər ayın ilk bazar ertəsi günü təkrarlanan olaraq təyin. Hər ay seçdik. Baxın, mont düşdü bura. On the first Monday özü avtomatik seçilir və save düyməsini basıram. Yaşılıq gəldi və təsdiqləyirəm sual. Sonra təkrarlanan project meeting görüşünün birini ləğv edin. Bir də orada belə bir şey var. Biri var, buradan gələn bütün seriyanın, bütün axını silin. O zaman al sözü var orada, al. Onu vuracaqsınız, hamısını da deyilsə. Birini deyilsə, yalnız mövcud olan, bizdə nə deyil, təkrarlanan project meeting görüşünün birini ləğv edin. Demək, bu business update'dir, bu client update'dir, project meeting. Üzərində vururuq. Neynəyəcək? Neynəməli? Çünki dəyişiklik demir, silin deyir. O zaman kanselə vururuq. İndi burada yenə 3 dənə söz çıxdı. Mən nə istəyir? Baxın. Deyir ki, təkrarlanan project meeting görüşün birini ləğv edin. Birini. Birinci seçirsən, amma orada əsas imtahanda deyir ki, bu seriyadan olan bütün görüşləri, o zaman all event in this series, bax, bu üçüncünü vuracaq. Yaxşı, unutma. Editi düzəlişlər olanda, silmək olanda hansını vuracaq və ya belə ki, vuracaq. Demək, burada ancaq bu görüşü silin deyir, ona görə this event. Mən burada all events vursam, mən də bu cavabı səhv götürəcək. Ona görə this event götürürük və sonra təsdiqləyirik sual. IT meeting dəvətindən imtina edin. Orada da qəbul edin, razılaşıram və s. məsələləri var. Siz bunu keçmişsiniz, bilginizdə də təlim vaxtı mesajlar da yazıb atmışsınız. Proqramda vardır. Deməli, bu sizə tanışdır, bəli. Deyir, IT meeting dəvətindən imtina edin. Sizə deyək ki, belə bir görüş gəlibdir. Görüşə çağırış, görürsünüz, burada yazılıbdır. Filan tarih, filan zaman və s. Və bu sizin mailinizə gəlib. Yes, qəbul etdi. Orada səhv etmirəmsə, əsas imtahanda deyir, qəbul edin görüşün. Yes, qəbul edirəmsə, yes. İmtina edin deyirsən, no. Hələ düşünürəm deyirsinizsə, maybe. Hələ bilmirəm, gələcəm, gəlməyəcəm, maybe. Aydındır. Əgər imtina et deyirsən, no. Qəbul et deyirsə, yes. Düşünürəm deyirsən, maybe. Yaxşı. Yadda qaldı bura. Bizdən hazırda istənilən nə idi? Dəvətdən imtina. Deməli, nəyi vuracaq? Nə? Onu vurur. Sonra da cavablandırır. Sonra bütün business update görüşləri üçün 15 dəqiqə öncədən xatırlatma təyin edin. Dəyişikliyi saxlayın. Bütün business update görüşləri üçün. Business update'in üzərində vururuq. Neynəməliyəm? Delete. Delete vururam. Edit. Çünki mən dəyişik etdim. İndi mən burada hansını vururam? This event, this and the following events, all events, this events.
Niyə alır? Bütün dedi, bütün dedi. Ay, son ki, bütün biznes update görüşlər üçün 15 dəqiqə öncədən. İndi vurdum yaxşı, bütün. Bütün. İndi də bu açıldı. İndi nə edeyim? Saat qulaqlı saat. Ay, sağ olun. Qulaqlı saat. Bu söz xoşuma gəlir. Niyə? Çünki belə işarələrlə yadda daha yaxşıdır. Qulaqlı saat. Çünki mənə xatırlat, remind mi? Qulaqlı saatı vurdum. Bir nəyi seçim? 15. Əsas imtahanda da orada sən səhv eləməsə yarım saat girdən öncədən xatırlat. Yarım saat seçirsiniz. 15. Vurdum 15'i. Sonra nə edeyim? Təsdiqləyim. Sev. Evet, bəli, save unutmuruq. Save vurduq, yaşılıq oldu. Sonra cavabı. Sonra, deyir mikrofonunuzun səsini açın. Bu ən sadə sual. Baxın, ən qısa. Mikrofon. Nerede vurdu? Cevaplandı. Orada da var belə. Diğer görüş təşkilatçı olarak bütün iştirakçılar için görüşü sonlandırın. Necə sonlandırırdın? Onun bölümünde Söylendir beyan. Bu evi bastırmışsın. Kırmızı bastı. Yanacak. Sual yanacak. Emkarlar. Vursam yanacak. Bəli, kuş dimdiğinden oxşarı açma. Kuş dimdiğini oxşayan. Üzü aşağı, kırmızıdan üzü aşağı, oku açma. Oku. Hansını vuracağım? En daha çok yazılan vuram. Hayır. Mənim üçün sonunda. Bu dəqiqə mən görüşdən çıxsam, artıq bildikçidir və mən bayaqları görüşdən çıxdım, internet mən attım. Görüşdən çıxdım. Siz hamınız orada qalmışdınız. Amma mən bu dəqiqə, indi bu davam edən görüşü, end meeting verirsəm, hazırda real olaraq, sizin hamınızı sistem qoyacaq kənara, yəni heç kim orada qala bilməyəcək. End meeting biri var, sinifə girdiniz, sinifdən çıxdınız, zəng vuruldu, qapını örtdünüz, çıxdınız. Sizdən sonra milyon dənə uşaq da müəllim də ora girib çıxacaq. Çıxandan sonra, bax bu qapını bağlamaqdır, ora heç kim girə bilməyəcək. End meeting hər kəs üçün sonlandırıram, hər kəs. End meetingin üzərində sıxıram, yaşıl o və altı cavablandırdım. Sonra 32-ci sualdayıq. İstəyirsiniz burada dayanaq. Çünki buna oxşar fikirlər orada da var. İstəyirəm elə buradan davam edək növbəti görüşdə. Çünki həm bunu izah edəcəksiniz, həm də buna oxşar orada nə var? Dayanaq yoxsa davam edək? Necə vəziyyət? Yoxsa gələn yorğun olan var, yoxsa davam etmək istəyirsiniz? Deməli, bunu dizayn etdiyiniz sonra. Heç bilmirəm. Yəni mən çox dayanaq deməli mən saat 9-un yarısı gəlirəm işdən evə ancaq indi mən tez qısa zamanda gəldim, əyləşdim, oturdum. Ona görə üzr istəyirəm, mən çox yorğundum. Tamam, o zaman Tamam. O zaman dayanırıq. Mən dediyim hissələrində kalendar və demək plan ilə bağlı o kiçik hissələr təkrar videosunu çəkəcəm. İndi gedəşdirib göndərəcəm sizə. Yaxşı. Təkrar. Mən sizə nə ki YouTube videolar atıram. Görürsünüz, yemək bişirirsiniz, qarışdırırsınız.